Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda müəllimlərin işə qəbul imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün növbəti 10 suallıq ümumi sınağı sizlər üçün təqdim edirəm. Bu 10 sualın tərkibində müxtəlif mövzular əhatə olunmuşdur. Hər biriniz üçün xeyirli, faydalı olsun. Kanala abunə olaraq paylaşılan bu videolardan faydalana bilərsiniz. Videolarımızı bəyənib paylaşaraq kanala dəstək olmaq mümkündür. Gəlin vaxt itirmədən keçək sualların izahına. Birinci sualıdır. Klaseri tamamlayın. 1 nöqtə qoyub, 2-yə nöqtə qoyub, 3 ilə 4-ə dönə-dönə və qoşa-qoşa sözlərini verir. Və bəndlərə baxıram, birinci fikirdə deyir ki, yalnız feili bağlama kimi işlənən sözlər, yalnız zərf kimi işlənən sözlər, feili bağlama və zərf kimi işlənən sözlər, yalnız zərf kimi. Yəni, zərf və feili bağlama kimi işlənməyinə görə biz testdə münasibət göstərməliyik. Dönə-dönə sözü. Biri var, deyirəm ki, maşın dönə-dönə dayanmışdı. Yəni, dönərək dayanmışdı. Həqiqətən də maşın dönərək dayanar. Deməli, burada feili bağlama mövqeyində işlənə bilir. Bir də var, deyirəm ki, mən bu sözü ona dönə-dönə dedim. Yəni, dəfələrlə dedim mənasında zərf mövqeyində işlənə bilir. Deməli, dönə-dönə həm feili bağlama, həm də zərfdir. Qoşa-qoşa sözü. Biri var, deyirəm ki, o məsələn, nə isə qoşa-qoşa mənimlə söhbət eləyirdi. Qoşaraq da, yəni bir qoşmaq feilindən. Nə isə qoşaraq. Araq, AA feili bağlaması ilə əvəz oluna bilir. Bir də var, deyirəm ki, o, məsələn, onlar qoşa-qoşa gəzirdilər, cüt-cüt gəzirdilər mənasında zərf kimi işlənir. Yəni, həm feili bağlama, həm də zərf kimi işlənə bilən sözlərdən söhbət gedir burada. Ona görə A bəndi, B bəndi və Y bəndi olmaz. Doğru cavab ya C idi, ya D idi. Deməli, biri yerinə nə qoyduq? Feili bağlama və zərf kimi işlənən sözlərdir. Burada baxın, 2-nin də qarşısında nöqtə var. Deməli, bir dənə də ikinci nümunəyə həm feili bağlama, həm də zərf kimi işlənən söz götürməliyik. Tikə-tikə sözü. Məsələn, paltarı tikə-tikə danışırdı. Yəni, tikərək deyə bilirəm. Paltarı tikmək olur. Deməli, A araqla əvəz olunur, oldu feili bağlama. Bir də var, deyirəm ki, əti tikə-tikə doğradı. Yəni, burada tikərək doğramadı ki, yox, burada oldu zərf kimi. Deməli, tikərəkdə, tikə-tikə sözlərində həm feili bağlama, həm də zərf mövqeyində işlənən sözdür. Deməli, C variantı uyğun gəlir. Yana-yana sözü isə feili bağlamadır. Ona görə D də olmaz. Düzgün cavabımız olacaq C variantı. Növbəti sual. Hansı nümunədə təsriflənməyən feil işlənməmişdir? Gücsüzlük, 1. Heç, sən də, mən də tək, vətənə güvənib, olduq vətəndaş. Güvənib, burada təsriflənməyən feil işlənib, feili bağlama. Çoxdan insan ayağı dəyməyən bir yerə çatdıqda, Vəqar qorxuya düşdü. Burada təsriflənməyən feil işlənib. Xəzər coşub zəncirini qırsa oy, hökm etsə bu sərsəm gediş dursa oy. Coşub, feili bağlama. Yaxşılar yaman can versələr də, yamanlar yaxşını danıb həmişə. Burada nə məstər, nə feili bağlama, nə feili sifət yoxdur. Gündə neçə dəfə kənddən axtarış aparan feili sifət. Bu adam dostu ilə danışanda, anda feili bağlama, səsini alçaldıb, feili bağlama, oraya buraya baxırdı. Yəni, burada işlənib. Doğru cavabımız oldu D variantı. 3. Nümunədə hansı sözün sinonimi işlənməmişdir? Qəm çəkmə bu qədər, divanə könül. Həmişə rüzgar, belə dar olmaz. 11 ay çəkmisən zimistan qəhri. Necə güldür çöhrəsində xar olmaz. Deməli, dəli. Dəli, divanə demək olar. Qəlb, ürək, könül var idi. Dəli, könül, qəlb, könül var. Surət, sima, həmişə rüzgar, belə dar olmaz. 11 ay çəkmisən zimistan qəhri. Zimistan sözü fars sözüdür. Ruslarda da var zima, qış mənasında işlənən. Zimistan da elə farsdan qış fəsli mənasına gəlir. Necə güldür çöhrəsində xar olmaz. Çöhrə, surət, sima var. Burada məhrumiyyət, haqsızlıq yoxdur. Cavab Y variantı. 4. Sarı sözü işlənə bilməz. Əlamət bildirən sifət kimi ola bilər. Məsələn, sarı, rəng. Məlum növdə olan feil kimi sarımaq feili ola bilər. Yönəlmə, istiqamət bildirən qoşma kimi evə sarı getdik ola bilər. Səbəb bildirən qoşma kimi. Məsələn, səndən sarı darıxmışam. Nə səbəbə?
Hərəkətin tərzini bildirən zərf kimi, sarı zərf kimi işlənə bilmir. Cavab Y variantı. 5-ci suala keçmədən öncə qeyd edeyim ki, bizim dərslərimizlə maraqlanan müəllimlər 055 418 82 02 nömrəsi ilə əlaqə saxlayaraq bizim onlayn qruplarımıza qoşula bilər. Dərslərimiz normalda həftədə 3 dəfə olur. Bu 3 dərsin biri hər həftənin sonlarında mətnlərin canlı yayımla izahı ilə təşkil olunur. Yəni biz hər dərsimizdə hər həftənin bir gününü sırf olaraq mətnlərə həsr edirik. Tam ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz. 5-ci suala deyir, hansı cümlədə fərqləndirilmiş sözdə 2 müxtəlif nitq hissəsi işlənmişdir? 2 müxtəlif nitq hissəsi. Üzün şəfəqlənir, mən ah çəkincə, çünki od qızarır, rüzgarəsincə. Əsmək feiliəsincə feili bağlamadır. Burada bir dənədir. Nə qəşəngdir yol boyunca söyüdlər. Yol boyunca boy isimdir. Yolun boyu u mənsubiyyətdir, n bitişdiricidir. Boyunca ilə qoşmasıdır. Yol boyu ilə söyüdlər. Deməli, boyunca sözündə 2 müxtəlif nitq hissəsi var. Boy ismi və ca qoşması. Ona görə də B bəndini götürmək olar. Qoyun doyunca baxsın. Doymaq feilindən doyunca. Bu feili bağlamadır. Uşaqların belə kədərli ağlamasını görüncə, baxın görmək feili görüncə. Bu da feili bağlamadır. Baş-başa verməyincə, yenə vermək feili inkar incə yenə feili bağlamadır. Feili artırılan bu şəkilçilər feili bağlama yaradır. Amma boyunca da boy ismini artırılan ca qoşmasından söhbət gedir. 6. Verilmiş cümlədə hansı köməkçi nitq hissəsi işlənməmişdir? Durğu işarələri buraxılıb. Əlbəttə, Salmanda, əlbəttə modal sözdür. Bu xüsusiyyətlər olmasaydı, şübhəsiz ki, bu da modal sözdür. Heç bir komandir Şirzad kimi qoşmadı. Deməli, modalla qoşmanı çıxıram. Cəsur və bağlayıcıdır. Qoçaq bir adamı bir ədatdır. Qoyub onu seçməzdi, nida yoxdur. 7. Müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Gətirməyin sözü inkarlıq şəkilçisi qəbul edibsə, səs və hərf tərkibi fərqlənən sözdür. Deməli, tələffüz eləməliyik isə gətirməyin tələffüz olunur. Gətirməyin. Səs və hərf tərkibi fərqlənən sözdür, doğrudur. Şəxs xəbərli şəkilçisi qəbul etməmişdir. Gətirməyin in edibdir, səhvdir. Gətirməyin sözü inkarlıq şəkilçisi qəbul etməyibsə, yəni sənin gətirməyin mənasında işlənibsə, deməli, bunun tələffüzü olacaq sənin gətirməyin. Deməli, burada birinci fikirlə də inkardadır. Baxın, səs və hərf tərkibi fərqlənmir burada. Deməli, bir həqiqətən də doğrudur və yerində işlənmişdir. Adlı xalda düşünülə bilər, sənin gətirməyin, bəli, düşünülə bilər, doğrudur. Yəli hallı isim kimi düşünülə bilər. İsim ola bilməz, çünki gətirmək sözü maqmək ümumiyyətlə məstərdir, səhvdir bu. Məlum növdədir. Deməli, gətirməyin. Bu, məlum növdədir feil kimi. Sənin gətirməyin, gətirmək feili yenə məlum növdədir, doğrudur. İkisinə də ortaqdır. Quruluş da düzəltmədir, bu yanlış fikirdir. Deməli, 1, 3, 5 düzgün cavabımız olacaq C variantında. Növbəti sual. Məqsədə çatmaq üçün bir böyük addım atmaqdansa 100 kiçik addım atmaq daha yaxşıdır cümləsində işlənməmişdir. Qüvvətləndirici ədat. Ədata baxaq, məqsədə çatmaq üçün bir böyük addım atmaqdansa 100 kiçik addım atmaq yaxşıdır. Burada mən ədat görmədim. Elə A bəndə uyğun gəlir. Sadə və düzəltmə sifətlər böyük addım böyüməkdən böyük düzəltmədir, kiçik sadədir. Deməli, B var. Amonimli xüsusiyyətinə malik olan sayı. Bəli, bir sayı amonimdir, bir ədatı ilə doğru fikirdir. Yönlü halda olan isim məqsədə. Məqsəd isimdir, yönlü haldır, doğrudur. Təsriflənməyən feil çatmaq məstərdir, təsriflənmir. Deməli, cavabımız A variantı olacaq. 9. Tələskənlik sözünün fonetik təhlillə bağlı yanlışı istəyir. Sözün tələffüz olacaq. Tələskənlik. Səliqəli yazım. Tələskənlik formasında. Səs və hərf tərkibi arasında 2 fərqli məqam var. K, G-yə keçdi. L, N-ə keçdi. K, X-ə. 3 fərqli məqam var. Bu səhvdir. Ahəng qanuna tabedir. Doğrudur. Yazıda hamısı incədir. Açıq saitlərin sayı kar samitlərin sayına bərabərdir. Açıqların sayı Ə. 3 dənə açıq sait var. Kar samitlərin sayı T, S, X-.
3 bərabərdir. Doğrudur. 3 cingiltili samitin kar qarşılığı yoxdur. Bəli, doğru fikirdir bu da. Burada çünki n 2 dənədir, bir dənə də l var. Cingiltili y samitinin kar, k samitinin isə cingiltili qarşılığı işlənib. Y-nin qarşılığı x-dir. K-nin qarşılığı g-dir. Deməli, x-dirik var. C səsi də var. Bu da doğru fikirdir. Səhvimiz olacaq A variantında. Növbəti və sonuncu sualımıza baxırıq. Bağlayıcı ilə amonimli olan ədatın işləndiyi cümlə ən çox səhv yazılan sual tiplərindəndir bu. Şərtdə ədatın işləndiyi cümləni müəyyən edin. Biz əvvəla cümlədə ədat tapmalıyıq. Həmin ədat bağlayıcı ilə amonim olmalıdır. Otların hamısı, hətta burada özündən əvvəl virgüllə işlənən bağlayıcıdır. Ədat deyil. Tikanlı boz qanqallar da burada bağlayıcıdır. Çiçək açmışdır. Yəni A bəndində heç ədat yoxdur. Mən özüm anadan olmuşam. Düz 30 il bundan irəli. Düz bu əmr ədatıdır. Əmr ədatı düz bağlayıcısı yoxdur. Ona görə amonimliyi yoxdur bağlayıcı ilə. Yəni mənim özündən əvvəl virgül qoyulan yəni sözü də bağlayıcıdır. Mənim düz 30 yaşım var. Düz yenə burada ədatdır, amma bağlayıcı ilə amonimlik yoxdur. Mən ki damdan bacıdan baxmaz idim. Mən ki burada ədatdır. Ki ədatı ki bağlayıcısı ilə amonimdir. Deməli C variantı uyğun gəlir. Çatlayır xan bacı, qəmdən ürəyim. Qovuşub lap acığımdan kürəyim. Lap burada ədatdır, amma bağlayıcı ilə bir amonimliyi yoxdur. Xalqa ağır gün bizə bayram idi. Ax necə kef çəkməli əyyam idi. Ax burada nidadır. Yəni bu cümlənin tərkibində heç ədat işlənməyib. Ona görə daha doğrusu necə var, amma bağlayıcı ilə amonimliyi olan ədat işlənməmişdir. Deməli, düzgün cavabımız olacaq bu sualda C variantı. Dəyərli izləyicilər, bu izahımızın da sonuna gəldik. Kanala abunə olaraq paylaşılan bu tipli videolardan faydalana bilərsiniz. Videolarımızı bəyənib paylaşmağı unutmayın. Sağ olun, növbəti izahlarda, növbəti videolarda görüşərik.